Slovakiyanın paytaxtı Bratislavaya bağlanacaq hörmətli tamaşaçılar, Azərbaycan prezidentinin Slovakiya səfəri ilə bağlı məlumatları efirimizə qoşulan əməkdaşımız Vüsal Mətləb bizə çatdıracaq. Vüsal, salamlayırıq sizi efirimizdə. Buyurun, eşidirik sizi. Bəli, biz hazırda Bratislavada prezident sarayındayıq. Artıq sizin də qeyd etdiyiniz kimi bugün prezident İlham Əliyev Slovakiyaya rəsmi səfərə gəlib və bir qədər əvvəl prezident sarayında Azərbaycan və Slovakiya prezidentlərinin ikitərəfli görüşü və geniş tərkibdə görüşləri baş tutdu. 30 ildən artıqdır davam edir Bakı və Bratislava arasında diplomatik münasibətlər, amma indi son dövrlərdə, xüsusilə son bir ildə bu əlaqələrin yeni elementlərlə, yeni komponentlərlə zənginləşdirildiyini deyə bilərik. Artıq bu əlaqələr əməkdaşlıq strateji xarakter daşıyır. Strateji sözünü təsadüfən istifadə etmirik. Çünki birincisi 2024-cü ildə Bakı və Bratislava əlaqələrini strateji səviyyədə rəsmiləşdiriblər. İki ölkə arasında strateji tərəfdaşlığa dair bəyannamə imzalanıb. İkinci bir tərəfdən isə enerji sahəsində əlaqələr strateji xarakter daşıyır. Bugün Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol həm də Slovakiya üçün keçərlidir. Xüsusilə 2024-cü ilin sonundan etibarən Slovakiya Azərbaycan qazını əldə etməyə başladıqdan sonra bu sözləri demək mümkündür Slovakiyaya münasibətdə. 2024-cü ilin sonuna qədər Slovakiya Rusiya qazını Ukrayna üzərindən əldə edirdi. 2019-24-cü illəri əhatə edən 5 illik müqavilə ilə. Ancaq 2024-cü ilin sonunda bu müqavilə sona çatırdı. Eyni zamanda məlum geosiyasi şərtlər əlbəttə Ukrayna üzərindən bu xəttdən istifadəyə imkan vermirdi və bu fonda ilk öncə Slovakiya Türkiyə üzərindən, Türkiyə axını vasitəsilə qaz əldə etməyə başlamışdı. Ancaq alternativlər axtarışı davam eləyirdi və bu variantlardan biri, ən yaxşı alternativlərdən biri, ən etibarlı tərəfdaş kimi təbii ki, Azərbaycan üzərində dayandı Slovakiya hökuməti də və 2024-cü ilin sonundan etibarən Slovakiyanın bugün enerji təchizatında, enerji təhlükəsizliyində mühüm rol oynayan enerji əməkdaşlığına başlanıldı Azərbaycan və Slovakiya arasında. Artıq 14 ölkə Azərbaycan qazını əldə edir. Avropada 11 ölkə sayıdır bu. Slovakiyada bu ölkələrdən biridir. 3500 kilometrə qədər uzanmış Cənub qaz dəhlizi və onun sonuncu segmenti olan Trans-Adriatik boru kəməri bugün dediyimiz kimi Avropanın enerji təhlükəsizliyində fövqəladə dərəcədə əhəmiyyətli rol oynayır. Bu əlaqələr isə əlbəttə qarşılıqlı səfərlər, hökumətlər arasında təmaslar və liderlər arasında görüşlər, müzakirələr yeni tonus qazandıra bilər və Azərbaycan prezidentinin Slovakiyaya bu dəfəki səfəri ötən il təbii ki, Slovakiya baş naziri ölkəmizdə səfərdə idi. 2 dəfə belə bir səfər gerçəkləşdi. Eyni zamanda bugün Azərbaycan liderinin Slovakiya səfəri ikitərəfli əlaqələrə yeni məzmun qazandıracaq. Belə bizim hələlik buradan Bratislavadan bu saata çatdıra biləcəklərimiz bu qədər. Söz yenidən sizdə. Çox sağ olun, Vüsal. Məlumat üçün təşəkkür edirik.